Hər bir əmrə tabi oluruq. O əmr verənin xeyrinə 90%, 10% də ya qismət, bizim xeyrimizə ola olmaya. Əsas nədir? Əmrə tabi oluruq. İstər qorxumuzdan, istər o bizə qalan 10%-ə görə. Allah bizə verən əmrin %100% hamısı bizim xeyrimizədir. Çünki Allah heç nəyə möhtac deyil. Allah'ın verdiği əmrlər Allah'ın yarattığı bəndələrə xeyirdir. Bəndənin özünə xeyirdir. Həm maddi cəhətdən, həm mənəvi cəhətdən, həm bu dünyada necə yaşamaq yolunu göstərir, əmrin verir, həm də axirəti qazanıb cənnəti əldə etməyin əmrin verir. Bizim xeyrimizə olan əmrə tabi olmuruq. Amma hansısa biri bizə əmr edir, öz xeyrinə bizi işlədir, canla başdan əmrə tabi oluruq. Ya qorxaraq oluruq əmrə tabi, ya da həmən o bizə 10% qalan 5-3 manata görə biz əmrə tabi oluruq. Halbuki əmr verən 90% özünə xeyir əmr verir, hansısa bir işi bizə gördürür. Yenə deyirəm, baxın, Allah bizə verən əmrin heç biri bizə ziyan deyil, %100% bizim xeyrimizədir. Həm özümüzün, həm balalarımızın, həm bu dünyada yaşamağımızın xeyri naminə, həm də ki, ahirəti qazanmaq naminə. Uca Allahın heç nəyə möhtacı olmayan, güc-qüdrət sahibi olan Allahın əmrlərinə tabi olmuruq. Sonra da başlayırıq, ağıllı çıxıb, Allah verən ağılla ağıllı çıxıb, Allah'a üsyan edirik. Bizim bəxtimiz niyə belə oldu? Biz bu qədər zulümlə işləyirik, bizim niyə qazancımız yoxdur? Biz nəyə görə gəlmişik bu dünyaya? Başlayırıq dünyada hökmranlıq eləməyə. Hətta dünyanı təhqir edirik. Elə təhqir edirik ki, sanki dünya bizə gəlib, biz dünyaya gəlməmişik. Bax, bu hamısı nədən gəlir irəli? Elmsizlikdən, şeytana qulluq eləməkdən və şeytana tabi olmaqdan. Allah'a sığının. Sizi yaradan Allah sizdən də çox sevir. Allah'a sığının. Hər şeyi Allah'tan istəyin və səbirlə Allah'ın əmrlərinə tabi olun. Olan kim? Allah. En azim olan kim? Allah. En güzel olan kim? Allah. Erşin sahibi kim? Allah. Yerin sahibi kim? Allah. Göğün sahibi kim? Allah. Bütün varlığın sahibi kim? Allah. Tek hükümran olan kim? Allah. Özünden başka ilah olmayan kim? Allah. Özünden başka Rabb olmayan kim? Allah. Eleyse Allah bize yeter. Ona güzel dost, ne güzel vekildir.